Heç də görüldüyü kimi olmur. Kameranın qarşısına çıxıb çox süni gəlir mənə və terapiyaya getdiyim zaman düşünürdüm ki, terapi zamanı yaşadığım fərqindəlikləri paylaşacağam, amma getdiyim müddətdə heç paylaşa bilmədim. Çünki o qədər çətin idi ki, mənə bunları paylaşmaq. Yəni heç də görüldüyü kimi olmur. Terapiyaya getdiyiniz zaman o süreç o qədər sancılı keçir ki və siz sadəcə özünüzün parçalarınızı birləşdirməklə məşğul olursunuz. Bu kameranın qarşısına çıxıb bilirsiniz, bugün bu yaramın üzərində işlədiyi və belə hiss elədim demək çox süni gəlir mənə və çox zorlayıcı gəlir. Ona görə hər şeyin öz vaxtı var deyə düşünürəm və bəzi şeyləri terapiya ilə və psixoloqla yox da özün üzərində işləyə-işləyə həll eləməli olursan. Çox zaman bu belə olur. Psixoloq sadəcə dəstəkləyici olur. Ona görə əvvəl-axır özünlə özün baş-başa qalırsan və o yolu özün keçirsən. Bu da məncə hər kəsin həyatında bu var. Yəni əgər irəliləmirsinizsə, inkişaf eləmirsiniz. O acını çəkib qabağa getmirsinizsə, demək yerinizdə sayırsınız. Çünki normal insanın həyatında bəzi boşluqlar var, bəzi travmalar var, başara bilmədiyi şeylər var, ya da aşa bilmədiyi hisslər var, yaşanmışlıqlar var və bunları aşmağa çalışır. Aşmağa çalışarkən büdrüyür, yıxılır onsuz da. Aşmağa çalışarkən, açmağa çalışarkən zərbələr aldığını düşünür. Amma onları həll edərkən görür ki, həyatda heç nə ona qarşı deyil. Bunları yavaş-yavaş həzm eləyirsən. Bu da böyük bir zaman deməkdir əslində.